Bugünkü dərsimiz Azərbaycanın şimal və qərb cəmaatlıqları, sultanlıqlar və məlikliklərdir. Başlayaq Çar Balakən cəmatlığından. Çar Balakən cəmatlığı Azərbaycanın şimali qərbində Qanıq, yəni Alazan çayının aşağı axarında yerləşən torpaqlarda can qohumluğu ilə və ya qan qohumluğu əsasında yaradılmış azad cəmiyyətlər, yəni Çar Balakən, Qatex, Tala, Muxax, Cəniki özündə birləşdirən sosial siyasi qurum idi. 18-ci əsrin 50-ci illərində cəmatlıq Şəki xanlığından asılı vəziyyətə düşmüş, yalnız 18-ci əsrin sonlarında müəyyən müstəqilliklər əldə edə bilmişdi. Çar Balakənin xüsusiyyətlərinə baxaq. Cəmiyyətin əsasını türk soylu tayfalar təşkil edirdi. Hər bir cəmiyyət bir neçə kənd icmasından ibarət olub, kəndxuda və qazı tərəfindən şəriət qaydaları ilə idarə olunurdu. Cəmiyyətdə məhkəmə işləri həyata keçirən ruhanilər böyük nüfuza sahib idilər. Cəmaət ali orqanı xalq yığıncağı idi. Xalq yığıncağına baxaq. Xalq yığıncağında yaşlılarla bərabər həddi buluğa çatmış olanlar da iştirak edə bilərdi. Cəmaətlığın bütün daxili xarici məsələləri, həmçinin müharibə və sülh məsələləri burada müzakirə olunurdu. Çar Balakən əhalisi Kümer, İskit-Sak, həmçinin Oğuz Qıpçaqların nəslindən olan muğallar təşkil edirdi. Cəmaətlikdə Azərbaycan türkləri ilə yanaşı 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlində Dağıstandan köçüb gəlmiş Albaniyanın qədim qəbilələrindən olan İngiloylar, Avarlar və Saxurlar da yaşayırdı. Onların köçməsinin səbəbi isə yaşadıkları dağlıq ərazi, yarı torpağın azlığı idi. İndi İlüsu Sultanlığına baxaq. İlüsu Sultanlığı 16-cı əsrin ikinci yarısında Səfəvi dövründə yaranmışdı. Şimaldan Qafqaz dağları, şimali qərbdən Çar Balakən cəmaatlığı, cənubdan Qanıq çayı, cənub şərqdən Şəki ilə həmsərhəd idi. Qurumu idarə edən hakimlər şəxslər tərəfindən seçilən sultanlar adlanırdı. 18-ci əsrin sonlarında sultan hakimiyyəti irsi keçməyə başladı və Şəki xanlığı və Çar Balakən cəmaatlığı ilə birlikdə ölkənin şimal-qərb sərhədlərini yadelli basqınların qorunmasında mühüm rol oynayırdılar. Sonra Borçalı sultanlığına baxaq. 17-ci əsrin əvvəllərində Səfəvi dövründə yaranmışdı. Ərazisində Borçalı və Loru vilayəti, yəni Ermənistanın şimal daxil idi. Səfəvilər dövründə Qarabağ bəylərinin tərkibində idi. Nadir Şah Qatlı-Qaxetiyan idarəsinə vermişdi və 18-ci əsrin 50-ci illərində Qatlı-Qaxetiyan işğalına məruz qalmışdı. Daha sonra Şəmsəddin sultanlığı var. Azərbaycanın şimal-qərbində xırda torpaq sahibliyi idi. Sultanlığın adı Zülqədər tayfasının bir qolu olan Şəmsəddinlərdən gəlirdi. Səfəvi dövründə ərazisi Qarabağ bəylərinin asılı olmuşdu. Hakimiyyət irsiyyətə malik olan Sultan Tutu irsi hakimiyyətə malik olan Sultan Tutu daşıyan şəxslər tərəfindən idarə olunurdu və 18-ci əsrin 50-ci illərində Qatlı-Qaxetiyan işğalçı hücumdan məruz qalmışdı. Qazax sultanlığına baxaq. 18-ci əsrin ikinci yarısında yaranmış xırda torpaq sahibi idi. Qazax tayfaları ilə bağlıdır. Hakimiyyət, yəni əsasən də hakimlər irsi hakimiyyətə malik sultanlar tərəfindən idarə olunurdu. Burada qeyd də var. Qazax tayfası 11-12-ci əsrdə Azərbaycanın şimal-qərbində məskunlaşmış. 18-ci əsrin əvvəllərində isə bir hissəsi Qarabağa köçmüşdü. Qəbələ və Qutqaşin sultanlıqlarına baxaq. Bunlar haqqında 18-ci əsrin ortalarında yaranmış və Şəki xanlığı tabe olmuş haqqında məlumat var. Ərəş sultanlığı gəlir daha sonra. Səfəvilər dövlətinin zəiflədiyi dövrdə yaranmışdı. Ərazisi əvvəllər Şirvan bəylərinin tərkibində idi. Sultan Tudaşyan nəsli hakimiyyət tərəfindən idarə olundu. Sonuncu sultanı Şahabəttin sultan olmuşdu. 1795-ci illərdə əlvədək nahiyə kimi Şəki xanlığına birləşdirilmişdi. Qeydə baxaq. İlüsu, Qazax, Şəmşəddil, Ərəş, Qəbələ sultanlıqları Azərbaycanın şimal ərazisində yaranmışdı. Hakimləri sultan tutul daşıyırdı. İlüsu sultanlığı istisna olmaqla digər sultanlar Şəki xanlığından asılı vəziyyətə düşmüşdü. İndi məlikliklərə baxaq. Daha çox xəmsə, beşlik məlikliklər adlanırdı. Qarabağda bölüşdürücü, yəni separatçılıq siyasətində məşğul idilər. Onların heç bir dövlət birləşməsi ya dövlət qurumu yarada bilməmişdilər. Əhalisi bu əraziyə başqa yerdən köçüb gəlmiş xristian albanlar idi. Onlardan yalnız Xaçı məlikinin əhalisi yerli idi. Qarabağ xanlığının ərazisində yerləşirdi və onlardan asılı idilər. Birinci dəfə Pənahxan xan tərəfindən Qarabağ xanlığına tabe edilmişdilər. Məlikliklərin bölüşdürücü siyasəti Qarabağ xanlığı məlikləşmə siyasətinə mane idi. Buna görə də məlikliklərin müvəqqətini qırmaq üçün görülən tədbirlər Qarabağ xanlığı müstəqil məhkəmələnməsinə kömək edirdi. 18-ci ikinci yarısında Qarabağın xristian alban məliklikləri pozğunluq fəaliyyəti özünü belə üzə verdi. Qonşu xanlıqlar və Çar Rusiyası əlaqələri saxlamaqla onların Qarabağ yürüşünü təhrik məqsədi daşıyırdılar. Məlikliklərin əvvəlcə yaşadığı ərazilərə baxaq. Xaçın məliklikləri Xaçın mahalında Xaçın məlikliyi, Göyçə mahalında Vərəndə, Loru vilayətində Dizaq, Şirvan vilayətində Talış və Mağaviz vilayətində Tiləbördü misal kimi göstərmək olar. İndi qeyd var burada. Mağaviz 17-ci əsrin Maku bölgəsindən gələnlər tərəfindən İrəvan əyalətində salınmış yaşayış məsələlidir. Separatçılıq sözün mənasıdır, bölüşdürücü və parçalanma deməkdir. Xəritədə baxaq, xəritədə onların ərazilərini bir-bir göstərək. Məsələn, Çar Balakən cəmaətlığının ərazisi buradır. Yəni indiki Çar, Balakən və Zaqatalanın bir hissəsi ora daxildir. Daha sonra İlüsu sultanlığı var burada. İlüsu sultanlığı onun cənubu şərqində yerləşir və Şəkiyə yaxın bir yerdir. Daha sonra burada Ərəş, Qutqaşin və Qəbələ sultanlıqları var. Bunlar da Şəkinin cənub-şərq hissəsində yerləşir. Daha sonra Şəmşəddil, Qazax və biraz yuxarıda, yəni indiki Gürcüstan ərazisində Borçalı sultanlıqları mövcud idi. Qarabağ ərazisində isə bayaq sadalamadığımız məlikliklər mövcud idi və orada separatçılıq fəaliyyətini yerinə yetirirdilər. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olacaq. Oldu, çox sağ olun.